Şagirdlərin, müəllim ifadəsini, gələn qonaqları falan deyirəm. Xocalı hər birimizin qan yaddaşıdır. 92-ci ildə Xocalıda körpələrimiz qətlə yetirildi. 2023-ci ildə isə Xocalıda Azərbaycan əskəri şəhid qanı ilə tarix yazdı. Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun şücaəti sayəsində torpaqlarımız şükür Allaha bugün azaddır. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Bizim ailəmizin də torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq göstərir. Mənim böyük qaynım Hilal Hüseynov 1-ci Qarabağ uğrunda itkin şəhidlərimizdəndir. Digər qaynım Aras Hüseynov və yoldaşım Həmdullah Hüseynov qazi oldular. İki oğlum Ramazan Hüseynzadə və Eldəniz Hüseynzadə həm 44 günlük müharibədə, həm antiterror əməliyyatlarında böyük qəhrəmanlıq göstərdilər. Eldəniz Hüseynzadə Füzulidən Şuşaya qədər döyüşdü və Ali Baş Komandanımız Eldənizi müxtəlif medallarla təltif etdi. Ramazan Hüseynzadə antiterror əməliyyatlarında Xocalının azadlığı uğrunda onun döyüş yoldaşlarının şahidliyinə görə Xocalı rayonunun Dəhrəz kəndində düşmənin ən böyük postuna və ən ağır, ən böyük postuna girərək düşmənin 40-dan çox canlı qüvvəsini və texnikasını məhv etmişdir. Ramazan öz vətənini hər şeydən üstün tuturdu. Ramazan Xocalıda şəhid oldu. Ramazan Xocalı nəfəs alsın deyə son nəfəsini verdi. Ramazan qanı o torpağa qarışdı və o torpaq həm faciənin, həm də zəfərin şahidi oldu. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Mən Ramazanla, Eldənizlə qürur duyuram. Mən bugün başımı dik tuturam. İki igid qəhrəman oğlunun anasıyam. Qəhrəman ailənin iki şəhid vermiş nəslin nümayəndəsiyəm. Buna görə Dövlət Babaya da minnətdaram. Dövlət Baba çox möhkəm, çox səbirli və hər birimizə nümunədir. Ramazan yenicə şəhid olmuşdur. Dövlət Babanın ürək ağrıdıcı o sözdə heç vaxt mənim yadımdan tutmur. Mənə dedi, qızım, bəs mənim üçün necəsən? Uzun illərdir mən Hilalımın tərslərini çəkirəm. Möhkəm ol, gözündə ol. Biz Dövlət Babadan güc alırıq. Və hər bir Azərbaycan xalqının qürurudur bizim ailəmiz. Gələcək nəsilə örnəkdir. Natəvan xanıma da təşəkkür edirəm. Natəvan xanım bizim ailəmizin artıq bir üzünə çevrildi. Səmimi, çox gözəl. O kitabı ərsəyə gətirməkdə bir hardasa 9 ay çəkdi. Günün hər bir saatında Natəvan xanım bizlə, yəni mənlə əlaqə saxlayır.